Rusiya imperiyasında kəndlilər üçün sosial və müstəmləkə zülmündən qurtulmağın radikal vasitələrindən biri dağlara və meşələrə qaçmaq idi. Qaçmalar həm də kəndlilərin istismarçılara qarşı mübarizəsinin partizan formaları ilə əlaqələndirilirdi. Qaçaqlar silahlı dəstələr yaradır, istismarçıların malikanələrinə və polis postlarına hücumlar təşkil edirdilər. Partizan mübarizə üsulları Rusiyanın kənarları üçün xarakterik idi. Qaçmaq və quldurluq Azərbaycan kəndlilərinin ən qədim və geniş yayılmış mübarizə formasıdır. Qaçaq hərəkatının kənddə dərin iqtisadi və sosial kökləri var idi. Feodal və milli müstəmləkə zülmü, kəndlilərin yoxsul vəziyyəti, qaçaq hərəkatının yaranmasına səbəb olan əsas səbəblər bunlar idi. Çar hökumətinin bütün rəsmi nümayəndələri qaçaqları cinayətkar və soyğunçularla eyniləşdirərək onları quldur adlandırsalar da, bəziləri kəndliləri qaçaqlar sırasına sövq edən əsas sosial-iqtisadi səbəbləri etiraf etməyə məcbur oldular. Belə ki, Ali Baş Komandan dəftərxanasının məmuru Qafqazda quldurluqlar haqqında məqaləsində etiraf edirdi ki, bizim dərin qənaətimizə görə Qafqazdakı quldurluqlar burada formalaşmış qeyri-normal həyat şəraitinin nəticəsidir. Soyğunçuluq insanların həyat şəraitindən qaynaqlanan sosial hadisədir. Qəribədir ki, Qafqaz əhalisi torpaq qıtlığı, məlumatsızlıq, kredit çatışmazlığı və digər səbəblərdən ildən ilə yoxsullaşır və ehtiyac içində olan insan bildiyimiz kimi hər şeyə qadirdir. Bu arada məlumdur ki, ölkəmizdə torpaq münasibətləri hələ də xaotik vəziyyətdədir. Aqrar bəlalar durmadan artır, bir çox cinayətlərə səbəb olur ki, bu da öz növbəsində quldurluğun artmasına təsir göstərir. Bəzi yerlərdə əhali torpaq çatışmazlığından boğulsa da, yaxınlıqdakı böyük torpaq sahələri boşdur. Qaçaqların sosial kökləri Qafqazşünas Buxun əsərində də eyni şəkildə qiymətləndirilir. Qafqazda torpaq idarəçiliyi məqaləsində o yazmağa məcbur oldu. Mənim müşahidələrimə və yerli mütəxəssislərin ifadələrinə görə bu acınacaqlı quldurluq hadisələrinin qaçaq hərəkatı səbəbləri bunlardır. İlk növbədə yerli əhalinin yerləşdiyi dilənçi vəziyyət, onun dağlıq ərazilərdən, torpaqların zəbt edilməsindən, dağ ətəylikdən zəbt edilməsidir və dərələrin, onun mədəni həyatın bütün nemətlərindən məhrum olması və köçkünlərin ona qarşı düşmən münasibəti. Hətta Rus məmurlarının bu etirafları da inandırıcı şəkildə sübut edir ki, qaçaq hərəkatı Azərbaycan kəndlisinin yaşadığı sosial və müstəmləkə zülmünün bütün şəraiti ilə yaranıb və sırf sosial xarakter daşıyıb. Burada bir tərəfdən məzlum aşağı təbəqələr, digər tərəfdən isə zalımlar bir-birinə qarşı toqquşmalarda dayanıblar. Bu hərəkatın iştirakçıları daim öz düşmənləri ilə şiddətli mübarizə aparırdılar, məğlub olduqları üçün dönə-dönə meşələrə, dağlara yığışıb oradan xalqa zülm edənlərə hücum etdilər. Qaçaq hərəkatının ictimai xarakter daşıdığını, kəndlilərin zülmə və istismara qarşı fəal etirazını ifadə etdiyinə ən inandırıcı sübutlardan biri də qaçaqlar xalq tərəfindən dəstəklənməsidir. Qaçaqların sıraları bir neçə yüz nəfər idisə, onları dəstəkləyən kəndlilərin sayı bir neçə yüz min nəfərə çatırdı. Az sayda rəsmi sənəd var ki, onların müəllifləri qaçaqların əhalinin ən geniş dəstəyini aldığını qeyd etməsin. 1906-cı il dekabrın 28-də tərtib olunmuş rəsmi sənədlərin birində qaçaq nəbi hərəkatı haqqında danışan müəllif etiraf etmək məcburiyyətində qalıb ki, Qafqazda oğurluqların tarixi müəyyən etmək üçün yetərincə material verir ki, onların arasında quldurluq öz dövründə belə inanılmaz inkişafa nail olub, onu nəinki sistemli şəkildə gizlətmiş, hətta quldurluğun inkişafına töhfə vermişlər. Bölgədə quldurluğa təkcə cinayət deyil, həm də cəsarət mübarizədə əzmkarlıq kimi baxılır. Qaçaq hərəkatlarının gücü onda idi ki, onların yetişdirdiyi yer kəndlilər idi və onlar öz dəstələrini daim artırırdılar. Bu baxımdan Bilik qəzetinin Yelizavetpol quberniyasından olan müxbirinin reportajı xüsusi maraq doğurur. Orada deyilirdi ki, əhali quldur dəstələrinin sıralarını daim və müntəzəm olaraq artırır. Yerli əhalinin onlara rəğbəti böyükdür. Vəziyyətə görə bir neçə kənddə qaçaqların tutulmasının şahidi oldum və buna görə də içində soyğunçular olan müsəlman kəndinin psixologiyası ilə hər tərəfli tanış oldum. Müsəlmanların çoxu qəsdən quldurları təqiblərdən qoruyur, onlara hər şeydə rəğbət bəsləyirlər. Bu etiraf hökumət məmurlarının bir çox kəndlinin qorxusundan qaçaqlara kömək etdiyinə dair fərziyyələrini təkzib edir. Kəndlilər qaçaqları müxtəlif istismarçıların zülmündən, kənd məmurlarının və çar məmurlarının zülmündən və zorakılığından qoruduqlarına görə onların ardınca gedirdilər. Tiflis Leaflet qəzeti bu barədə yazırdı. Qaçaqlar kəndlilərin demək olar ki, hər gün qarşılaşdıqları kənd hakimiyyətinin zülmündən özlərini müdafiə etmək üçün tam imkandan məhrum olduqlarını bilə-bilə əhalinin, xüsusən də kənd əhalisinin mənafeyinin keşiyində dayanırlar.
Hətta rəsmi çar sənədlərindən belə aydın olur ki, çətin vaxtlarda kəndlilər kömək üçün qaçaqlara üz tutaraq torpaq sahiblərinin və çar məmurlarını qaçaq adı ilə hədələyirdilər. Xalqın əsil qisasçıları olan qaçaqlar zəhmətkeş kəndliləri nəinki mülkədarların, çar oğrularının istismarından qoruyur, bununla yanaşı yerli quldurlarla eyni vaxtda döyüşürdülər. Və çox vaxt bu döyüşlərdə ölürdülər. Bəzi nümunələr 1901-ci il sentyabrın 10-unda kəndli dəstəsinin rəhbərlərindən biri, Qazax qəzasının Salahlı kəndinin sakini Məşədi dilənçi Musaoğlu Malqara oğrularının kəndə hücumu zamanı kəndliləri müdafiə etmək üçün ayağa qalxır və atışma baş verir, nəticədə o həlak olur. Yelisavetpol qəzasında Muxtar bəy Quşməməd oğlunun dəstəsi Kapanlı kəndinə hücum edərək bütün kəndliləri qarət etməyə başlayanda kəndlilərə kömək etmək üçün qaçaqlar Həsən Ləzgioğlu və Məşədi Elçudan ibarət dəstə gəldi. Onlar quldur dəstəsini məğlub edərək başçıları Muxtar bəyi öldürdülər. 1902-ci il fevralın 4-ündə Qaradağ xanı Rəhim xanın dəstələri Şuşa və Cəbrayıl qəzalarının sərhəd kəndlərinə hücum edəndə onlara qarşı döyüşdə Süleyman Ağa Hüseyn oğlunun dəstəsinin çoxlu qaçaqları iştirak etmişdi. Döyüş itkisiz keçmədi. Bir çox qaçaq öz mərdliyi, fərasəti, igidliyi və ədaləti ilə kəndlilər arasında böyük hörmət və ehtiram qazanmışlar. Bu əsl xalq qisasçıları xalqın sevimlisi idi. Kəndlilər övladlarını bu ruhda böyüdürdülər. Məsələn, Znani qəzetinin müxbiri yuxarıda qeyd etdiyimiz məqalədə artıq yazırdı. Uşaqlar və yeniyetmələr bu yöndə tərbiyə olunur, onların gözündə ancaq oxuyursan, qaçaq yağdır. 1906-cı il sentyabrın 16-sında Yelizavetpol general qubernatoru xəbər verir ki, quldurluq hələ də soyğunçuluqla məşğul olanların şücaəti və cəsarəti üçün ictimai heyranlıq obyektidir. Bütün əjdahalar eskadronu ilə quldurlar üçün hər uğurlu atışma və məhkəmə icraçılarının və mühafizəçilərin tərk-silah edilməsi əhalinin gözündə soyğunçuların toxunulmazlığına inam yaratdı və onları ölçüyə gəlməz cəsarət, bacarıq və gücə malik insanların aurası ilə əhatə etdi, həmişə əhalinin qarşısında baş əydi. Qaçaqların sosial tələblərinin təhlili göstərir ki, onlar kəskin artan dövlət vergilərinin və feodal rüsumlarının ağırlığından əziyyət çəkən zəhmətkeşlərin aktual maraq və arzularını əks etdirirdi. Səpələnmiş kəndli əhalisi arasında yerdən yerə hərəkət edən, kəndli kütlələri ilə sıx əlaqədə olan qaçaqlar müxtəlif xəbərlər, elanlar çatdırır, onları öz yozumları ilə müşayiət edirdilər. Burada orada müstəmləkə nizamının dağıdılması ilə kəndlilərin narazılığının körtəbi alovlandığı bir mühitdə təbliğat aparan qaçaqlar fəal fəaliyyətə çağırmaq üçün səslərini ucaltdılar. Znani qəzeti qaçaqları nəinki bütün şəxsi mülkiyyəti inkar etdiklərinə görə məzəmmət edirdi, həm də kəndliləri torpaq sahiblərinin mülklərini və malikanələrini dağıtmağa, hökumət qüvvələrinə müqavimət göstərməyə çağırırdı. Qaçaqlıların da partizanlar kimi daimi yaşayış yeri yox idi. Nə qədər ki, insanları və atları yedirtmək lazımdırsa, bir yerdə qalırdılar. Çətin cığırlarla gizlicə irəliləyirdilər. Dəstələr daim hərəkətdə idi və dəstənin nə vaxt və hara gedəcəyini rəhbərdən başqa heç kim əvvəlcədən bilmirdi. Qəfildən hücum etmək və tez yoxa çıxmaq qaçaqların əsas qaydasına çevrilirdi. Qaçaqlılar polisin təqibindən gizlənmək üçün sığınacaqlarını çətin əldə edilən dağlarda, hündür ağaclarda qururdular. Onlar diqqətlə işlənmiş siqnal sistemləri vasitəsilə, ya xüsusi alətləri vurmaqla, ya da quşların və meşə heyvanlarının qışqırıqlarını təqlid etməklə əlaqə saxlayırdılar. Qaçaqların taktikasına terror da daxil idi. Bu, qüvvələrin olmaması və dəstələrin azlığı ilə izah edildi. Digər tərəfdən, eyni hakimiyyət kəndlilərə qarşı zorakılıq və terrora əl atırdı. Bu, cavab tədbirləri görülməsinə səbəb olurdu. Başqa sözlə, hökumət repressiyası kəndliləri müqavimətə sövq edirdi. Yuxarıdan gələn bu və ya digər cəza hərəkətləri aşağıdan əks hərəkətlərə səbəb olurdu. Buna qaçaqlar yeni hərəkətlərlə cavab verirdilər. Qaçaqlar adi kəndlilərdən fərqli olaraq saxlanılarkən polisə şiddətli silahlı müqavimət göstərirdilər, həbsxanalara bir sıra cəsarətli hücumlar təşkil etdi və orada saxlanılan məhbusları azad edirdilər. Belə ki, 1900-cü il sentyabrın 8-də Quba qəzasında qaçaq dəstəsi şəhər həbsxanasına hücum edərək bütöv bir kameranın, o cümlədən onların sıralarında olan 2 yoldaşının azad edilməsinə töhfə verdilər. Oxşar hücumlar Qazax rayonunda da baş verib. 1903-cü ilin iyulunda məşhur qaçaq Süleyman hökumət dəstəsi ilə toqquşmada böyük məğlubiyyətə uğradı. Qaçaqların bir hissəsi öldürüldü, bir hissəsi yaralandı və həbs edildi. 1904-cü il aprelin 1-də də Süleyman Qazax qalasına hücum təşkil etdi. Onu yarı dağıdıb, 6-sı yoldaşı olmaqla 16 məhkumu azad etdi.